Salam, hər birinizi salamlayıram. Bugünkü mövzumuz olacaq Azərbaycanın nəqliyyatı. Azərbaycanın ümumiyyətlə nəqliyyat dövlətin iqtisadiyyatının gücünü göstərən amillərdən biri kimi hesab olunur. Azərbaycan əlverişli iqtisadi coğrafi mövqedə yerləşir. Bunun sübutu olaraq Azərbaycan həm Avropa, həm də Asiya qitəsinin sərhəddində deyə bilərik. Həm də İpək yolu, yəni böyük trasekanın üstündədir. Və şimal və cənub avtomobil dəhlizinin üzərində, nəqliyyat dəhlizinin üzərində yerləşir. Deməli, nəqliyyatda biz danışacağım mən sizə dəmir yolundan, avtomobildən, boru, dəniz nəqliyyatı, bir də çay nəqliyyatına. Elə ekranda gördüyümüz kimi dəmir yol nəqliyyatıdır. Dəmir yol nəqliyyatı uzaq məsafələrə fasiləsiz yük və sərnişin əməliyyatlarının aparılması üçün istifadə olunur. İlk dəfə dəmir yol nəqliyyatı Bakı, Sabunçu, bir də Suraxanı, Bakıdan Sabunçu və Suraxanı dəmir yol nəqliyyatı olmuşdur. Zaman keçdikcə, ölkənin iqtisadi vəziyyəti yaxşılaşdıqca artıq dəmir yol nəqliyyatının inkişafı daha da sürətlənmişdir. Mən bunları göstərdikcə və üstündən də deməli qeydlərimi götürəcəm daha aydın görməyiniz üçün. Deməli, belə eləyək. Bakı, Dərbənd, Bakı, Dərbənd dedikcə də mən bunları yazacağım. Bakı, Dərbənd. Dərbənd Rusiyaya tərəf gedən nəqliyyatdır. Şimal, daha doğrusu şimal istiqamətində hərəkət olunur və bunun keçdiyi rayonlara diqqət eləyəcəyik. Bakı, Dərbəndin keçdiyi, deyəcəm ki, Abşerondur, Xızıdır, Siyəzəndir, sonra Şabrandır, Xaçmazdır. Bu oldu mənim dəmir yol nəqliyyatım. Əsasən düzən ərazilərdən keçməlidir. Bir də verirəm sizə Bakı, Tiflis dəmir yol nəqliyyatı. Bu da Gürcüstan istiqamətində. Burada da qeyd edirəm Tiflis istiqamətində. Bunların uzunluqları öyrənmək o qədər önəmli deyil. Sadəcə elə baxanda şəkildə bilinir ki, ən uzunu Bakı, Tiflisdir. Yenə Bakı, Tiflisin keçdiyi rayonları bilməyimiz önəmlidir. Bunlar hansılardır? Deməli, verəcəyik biz Abşerondur, Hacıqabuldur, Kürdəmir, Ucar, Ağdaş, Ucar, burada da Ağdaş, Yevlax, Goranboy, sonra Şəmkirdir, Tovuzdur, Akstafa, bir də Qazax rayonu ərazisində, düzən ərazilərdə. Sonra bir qolda Ələt, Culfa, belə deməli, Ələt, Culfa dəmir yoludur. Ələt, Culfa dəmir yolu düzdür, Culfaya qədər çəkilib, amma ki, deməli, işğalçı dövlətin hesabında biz bunu bu istiqamətdə istifadə edə bilmirik. Yalnız Füzulinin Horadizinə qədər bu yol istifadədir, yəni yararlı olur. Gələcək zamanlarda isə istifadəsi, yəni bərpa olunma ehtimalı var. Bu da buradan sonra bir qolda aşağıya doğru, deməli, Osmanlı Astara. Gəlin bu Ələt Culfaya gedən dəmir yolunu deyim sizə, görək hansı rayonlardan keçir, sonra digəri göstərəlim. Ələt Culfaya gedənlər Hacıqabuldan başlayır. Deməli, Hacıqabul, Saatlı, İmişli, sonra Füzuli, Cəbrayıl, Zəngilan, burada Zəngilan, bir də Ordubad, Culfa. O Ələt Culfa bu oldu. Yaxşı, bəs buradan bir qol dedi. Adı olacaq Osmanlı Astara. Osmanlı Astara dəmir yolu nəqliyyatı isə cənuba doğru hərəkət edir. Deməli, hardan olacaq? Sabirabad, Səlyandır, Neftçala, Cəlilabad, Masallı, bir də Astaraya qədər hərəkət edir. Bunlar oldu mənim dəmir yolu nəqliyyatım. İndi mən sizə bunlardan əlavə ayrılan qolları var. Onları da göstərəcəm. Daha, deməli, daha rahat olması üçün. Burada daha aydın görsənir. Baxın, bu şimala doğru hərəkət edən adı oldu Bakı, Dərbənd. Bura bir dənə açar söz verin. Bakı, Dərbənd. Keçdiyi rayonların adları da burada qeyd olunur. Sonra Bakı, Tiflis, yenə rayonlara da diqqət edin. Bakı, daha doğrusu Ələt, Culfa, bura qədər Ələt, Culfa. Bir də buradan Osmanlı Astara da bura qədər. Deməli, Bakı, Tiflisdən qollar ayrılır. Daha doğrusu, qollar hansı? Mərkəz olaraq Yevlaxı nəqliyyat qovşağı olaraq Yevlax rayonudur, yəni burada qovuşurlar. Yevlaxdan Balakənə bir dəmir yolu, bu bir. Sonra Yevlaxdan Xankəndinə 2, sonra Yevlaxdan Mingəçevirə 3 dənə. Sonra Daşkəsəndən Gəncəyə, bunu Quşçu Alabaşlı saat dəmir yol stansiyasıdır. Bu da Daşkəsəndən dəmir filizinin Gəncəyə daşınması üçündür. Digər dəmir yollardan, məsələn, Hacıqabul, Şamaxı, özün adını yazacaq, Şamaxı. Bu da Şamaxı üzümünün Hacıqabula daşınması. Osmanlı dəmir yolundan Səlya, Neftçala bir qolu ayrılır. Neftçaların balıq məhsullarının daşınması üçün istifadə edilir.
Deməli, avtomobil yolları da elə dəmir yolları ilə demək olar ki, üst-üstə düşəcək. Mən məsələ burada dedim ki, dəmir yolu olaraq vermişəm ki, Bakı-Dərbənd dəmir yolu düzdür. İndi mən bunu avtomobil verəndə Bakı-Quba dəmir yolu bu istiqamətdə deməli, bu istiqamətdə Bakı-Tiflis dəmir yolu idi. İndi Bakı-Qazax yazıram adında, Bakı-Qazax. Sonra deməli Bakı-Astara. Burada da buradan Bakı, Astara əsas deməli avtomobil yollarımız idi. Avtomobil yollarından deməli yeni çəkilmiş avtomobil yollarına da bir dənə qeyd göstərəcəm bunu sizə. Daha doğrusu uşaqlar, gəlin testdə ən çox düşənlərdən bizə deyir ki, dəmir yolu, məsələn, dəmir yolunu deyək də, dəmir yolu nəqliyyatı hansı iqtisadi rayonlardan keçir? Mən onları özüm əlimdən çəkib göstərəcəm. Məsələn, dəmir yolunu verin, Bakı-Tiflis dəmir yolu, düzdür? Bakı-Tiflis hansı iqtisadi rayonlardan keçir? Baxın, Bakıdan keçir. Sonra, deməli, Bakı, Abşeron, Xızı, Səlyan, Şirvan, Mərkəzi Aran, verdi, Gəncə, Daşkəsən, Qazax, Tovuz. Bu bir. Sonra, deməli, Bakı-Dərbənd hardan keçəcək? Bakı, aha, biraz qarşılıq oldu. Deməli, bir də bunun şəklini çəkim. Baxın, bu oldu mənim Bakı-Tiflisim, bu bir. İndi mən sizə Bakı-Dərbəndi verirəm. Bakı, Abşeron, Xızı, Quba, Xaçmaz, ikinci dəmir yolum. Sonra, Ələt-Culfa. Deməli, Ələt-Culfanı verəndə yenə Bakı, Səlyan, Şirvan, Muğam, Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan, bu. Sonra Osmanlı Astaranı da deyə bilərik. O da Şirvan, Səlyan, yenə Lənkəran, Astara bu istiqamətdə gedir. Demək olar ki, burada biz dəmir yolunu göstərdik, amma avtomobil yolda bunu ilə elə uyğunlaşır. Avtomobil yol nəqliyyatı sonradan inşa olunanlar, ermənilərdən Qarabağ azad olunandan sonra yeni Zəfər yolu, bunu qeyd edəcəm. Zəfər yolu, avtomobil yolu nəqliyyatı çəkilmişdir. Bu da hansı rayonlardan keçir? Bunları yazıram, çünki bunlar bizim üçün çox önəmlidir. Füzuli, yazıb göstərəcəm. Füzuli, Xocavənd, qız qələmdə problemim var. Xocavənd, Xocalı, arıcılığı belə bilin. Xocalı, bir də Şuşa. Gəlin bunları görək burada. Mavi xətlə verilənlər, nə dərəcədə göstərə biləcəm. Mavi xətlə verilənlər deməli Zəfər yolu avtomobil yol nəqliyyatı sayılır. Deməli, boru-kəmər nəqliyyatı, biz neft-qaz ölkəsi olduğumuz üçün boru-kəmər nəqliyyatı da yaxşı inkişaf eləmişdi. Azərbaycanın neft və qazı əsasən Səngəçal terminalından şimala doğru gedəcək. Deməli, Quba Xaçmaz istiqamətində deyəcəm ki, Bakı, Novorosiyski neft kəməri. Baxın, bura mən nefti xüsusi dairə eləyirəm. Bakı, Novorosiyski neft kəməri. Bu da çıxır Qaradənizə. Sonra deyirəm ki, Bakı-Tiflis, belə deyək, Bakı-Supsa, bu da yenə olacaq. Baxın, burada nefti yenə dairə eləyirəm, neft kəməri. Supsa da bura Poti limanına, Gürcüstanın Poti limanına çıxır, Supsa. Yenə bu da Qaradənizə çıxışı var. Sonra üçüncü bizim deməli neft kəmərimiz olacaq Bakı, Ceyhan. Bakı, Tiflis, Ceyhan da deyirlər buna. Bu da Aralıq dəniz sahilinə çıxır. Aralıq dəniz sahilindən də Azərbaycanın nefti üzü qərb istiqamətində deməli Yunanistan, İtaliya, oradan qərbə doğru İngiltərəyə qədər gedib çıxa bilir. Bunlar oldu mənim qaz. Baxın, deməli 3 dənə mən sizə qaz, daha üzr istəyirəm, neft kəməri dedim. Ancaq bir dənə qaz deyəcəm və bunun üstündən də gedirəm daha rahat görünsün yenə. Bakı, Tiflis, Erzurum, deməli qaz kəməri. Bu da Türkiyənin ərazisindən və burada da bu hissədə deyirəm ki, TANAP. Dediyimi də yazacağım. Deməli, TANAP. Deməli, TANAP Transanadolu neft kəməridir. Yəni bunlar da TANAP sayılır. Artıq Anadoludan sonra, Türkiyədən sonra isə bunlar da TAP adlanacaq. Yəni Avropa dövlətlərinə Azərbaycan qazının, neftinin daşınması. Buraya yazaq TAP. Burada yazaq TANAP. Türkiyəyə qədər TANAP olacaq. Türkiyədən sonra isə TAP hesab olunacaq.
Bu şəklə diqqət edək. Deməli, dərslikdə olan şəkildir. Dərslikdə olan şəkildə bizdə deməli hava limanından danışaq. Azərbaycan Respublikasının ən böyük hava limanı Heydər Əliyev adlı beynəlxalq hava limanıdır. Hava limanının aerodromu 2 uçuş enmə zolağı, 3 hərəkət zolağından ibarətdir. Deməli, bundan başqa, deməli Bakıda ən böyük deyilik hava limanı Heydər Əliyev. Bundan əlavə deməli Naxçıvanda, Gəncə, Zaqatala, Qəbələ, Yevlax, Zabrat, Füzuli, Zəngilan. Burada da hava limanları kiçik fəaliyyət göstərir. Bu Füzuli ilə Zəngilan bu sonradan deməli Qarabağ alınandan sonra inşası, bərpası mümkün olur. Nəqliyyat qovşaqları olan şəhərlərimiz desə hansılardır? Bakı başda olaraq, Yevlax, sonra Gəncə, Şirvanşəhər. Demək 4 dənə. Bakı, Yevlax, Gəncə, Şirvan. Bunlar olacaq. Bir də bu şəkillərə diqqətlə baxaq. Məsələn, Xəzər dənizindən Azərbaycan, daha doğrusu dəniz vasitəsilə ticarət əlaqələrinin qurulması. Bakı Həştarxan Rusiya iləndir. Bakı Aktau Qazakistandandır. Sonra Bakı Bektaş, Bakı Türkmənbaşı yenə Türkiyə, Türkmənistandandır. Bakı Əncəli də İranla olan deməli dəniz yol nəqliyyatı hesab olunur. Deməli, çay nəqliyyatı da mümkündür. Yəni, biz çay nəqliyyatı var. Ümumiyyətlə, ölkə daxilində çay nəqliyyatından istifadə yalnız, deməli, Yevlaxa qədər gəmilərin üzməsi. Bu da kiçik həcmli gəmilərdən söhbət gedir. Yevlax rayonuna qədər Kür çayında hərəkət mümkündür. Ondan sonra isə, yəni, məhdudiyyət var. Ümumiyyətlə, Xəzər dənizinə tökülən bilirik, ən bol sulu çay Volqa çayıdır. Biz, məsələn, Azərbaycanın okeana Volqa çayı vasitəsilə çıxış əldə edə bilərik. İndi bu çıxış yollarını göstərirəm. Deməli, Xəzər dənizindən Volqa çayına, Volqa çayından Don kanalı vasitəsilə Azov dənizinə, buna Volqa-Don kanalı deyilir. Azov dənizindən, deməli, daha doğrusu Don çayına, Dondan Azov dənizinə. Azovdan, baxın, burada olan kanalın adı Kerç boğazı. Bunu qeyd edeyim, Kerç boğazı. Sonra oradan Qara dənizə, qismən aşağıya gedirik. Bosfordur, Mərmərədir, bir də Dardanel. Dardaneldən keçirik Ecey dənizinə, Eceydən Aralıq dənizinə, oradan da Cəbəlli tarix vasitəsilə biz Atlantik okeana çıxa bilirik. Və buraya qədər biz gəlirik Qara dəniz, düzdür? Qara dənizdən yenə Bosfor, Mərmərə, Dardanel, Ecey, aralıqdan üzü aşağı Süveyş kanalı ilə Hind okeanına çıxmaq mümkündür. Deməli, biz Hind okeanına çıxa bilirik. Bu bir, Atlantik okeanına da çıxa bilirik. Baltik dənizdə, bir də Şimal dənizdə də çıxışlarımız mümkündür. Yenə biz gedək Baltik dənizi istiqamətində şimala doğru Xəzər dənizi, Volqa çayı, sonra Rubinsk su anbarı, sonra burada Onega gölünə. Onega gölündə Ladogaya bir dənə çay gedir. Buna da Severdir, yazıram bunu da, Sever. Sonra Onega, daha doğrusu, deməli, Ladoganın suyunu aparıb Fin körfəzinə tökən çayın adı, deməli, Neva çayıdır. Neva. Və biz Baltik dənizdə bu şəkildə çıxa bilirik. Və yuxarıya doğru da hərəkət edəsək, Şimal dənizinə, Belt kanalı vasitəsilə də Şimal dənizinə çıxış mümkündür. Deməli, dəniz nəqliyyatında kapotaj deyilən bir anlayış var. Kapotaj deyilən anlayış, yəni kapotaj nə olacaq? Kapotaj bir ölkəni dəniz limanları arasında əlaqədir. Bunun iki növ var. Böyük kapotajdır, bir də kiçik kapotajdır. Böyük kapotaj, məsələn, Azərbaycan kiçik kapotajdır. Niyə? Çünki bir ölkəyə məxsus eyni dəniz limanları arasında daşımalar. Bir ölkəyə, misal üçün, baxın, liman, cənubda limanımız var bizim. Bu Lənkəran tərəfdə, deməli, eyni ölkənin ərazisində. Yəni, biz bir dənə dənizdən istifadə edirik, düzdür? Amma böyük kapotaj isə bir ölkəyə məxsusdur. Bir ölkəyə məxsusdur, amma müxtəlif dəniz limanları arasında istifadə edirik. Məsələn, Kiçik Asiya yarımadasında olan Türkiyənin nümunə göstərə bilərik. O, ətrafında bir çox dənizlər var. Məsələn, Mərmərədir, Qaradır, Eceydir, Aralıqdır. Bu dənizlərdən istifadə edirik. Bu da oldu böyük kapotaj. Ekranda gördüyünüz şəkil nəqliyyat yollarının qovşağı deyək də. Üç növ nəqliyyat qovşağı seçilir. Kəsişən, qovuşan, bir də ki, şax element. Kəsişən nəqliyyat, baxın, budur. Əksəriyyəti bir-birinə oxşayır. Amma diqqətlə baxaq, kəsişən eyni nəqliyyat növü yolları bir məntəqədə birləşir. Fikir verin, hamısı dördü də eyni
bir məntəqədə birləşir. Qovşanlar isə 5 dənə şaxəyə ayrılıb, müxtəlif nəqliyyat növləri yollarının birləşməsi. Yəni bu nədir? Həm hava, həm dəmir yoludur, həm avtomobil yoludur bunlar. Şaxələr isə bir məntəqədə müxtəlif istiqamətlərdə müxtəlif nəqliyyat növləri yollarının ayrılması. Bu isə ayrılması da oxlar əks istiqamətdə verilir. Respublikamızda əsas nəqliyyat qovşaqları bir də qeyd edirəm, Bakıdır, Yevlax, Gəncə, bir də Şirvandır. Bunlar yadımızdan çıxmasın. Sərnişin bir də yük daşımasına görə bunların artımı dünya ölkəsindən nəqliyyatına görə nisbətən fərqlənir. Birinci yerdə olacaq avtomobil, baxın rənginə, avtomobil nəqliyyatı. İkinci yerdə, daha doğrusu bu yük daşımada. Yük daşımada borunu versələr bilirsiniz də məlum məsələdir ki, sərnişin olmaq qeyri-mümkündür. Avtomobil birinci yerdədir, borun nəqliyyatı ikinci yerdədir. 3 elə ardıcılığı bu şəkildədir. Dəmir yoludur, dənizdir, hava nəqliyyatıdır. Bir də baxın, avtomobil, boru, dəmir yolu. Yaxşı, avtomobil, boru, dəmir yolu. Amma bu dünyada isə deməli dəmir yolu, daha doğrusu dəniz ikinci dəmir yolu vermişlər. Yaxşı, dünyada dəniz dəmir yolu. Azərbaycanda isə avtomobil öndədir. Gəldik sərnişin daşımasına, yenə də avtomobil öndə olacaq. Sonra dəmir yolunu veririk. Sərnişin metrolar nəzərdə tutulmalı. Hava, bir də dənizlər. Ən azarda dəniz nəqliyyatı olacaq. Ümid edirəm bu video faydalı olacaq. Like eləyib, şərh yazmağı unutmayın. İzlədiyiniz üçün minnətdaram.